Deməli bu günləri qızlarımızın saçına baxacağıq. Görək ən səliqəli saç kimindir? Fatimə saçına baxmaq olar. Nə gözəl saçların var. Kim örüb saçlarını? Anam. Çox gözəldir. Afərin. Zəhra, saçlarına baxaq hələ sənə. Nə qəşəng saçlarını hörmüsən. Kim örüb saçlarını? Əla. Zəhra, saçlarına baxmaq olar. Çox qəşəngdir. Kim örüb saçlarını? Anam. Buradan bütün analarımıza təşəkkür eləyirik. Sağ olun. Qızlarımızın saçını çox gözəl hörüb, səliqə ilə hazırlayıb məktəbə göndərib. Bax, gözəlliyə bax. Sən saçı hörməmisən Zeynəb. Kim yığıb sənin saçını? Anam. Yaxşıdır. Bu da yaxşıdır. Səliqə ilə yığıb. Keçək baxaq Fatimənin saçına. Fatimə, nə gözəl saçların var. Kim yığıb sənin saçlarını? Kim hörüb? Kim? Anam. Əla. Çox qəşəng. Fatimənin saçları çox uzundur. Çəkib bitirə bilmirəm. Leylanın saçlarına bax. Bəh. Nə gözəl saçların var. Leyla, kim hörüb saçlarını? Anam. Çox gözəldir. Çox qəşəng. Keçək bu biri Leylamıza. Leyla, nə qəşəng saçlarını hörmüsən. Kim hörüb sənin saçlarını? Hələ çevir baxaq. Əla. Çox qəşəng. Səman saçlarına baxmaq olar. Ay, çox gözəl. Kim hörüb sənin saçları? Ana. Hələ Dənizin saçlarına baxın. Bantına baxın, saçlarına baxın. Çox gözəl. Dəniz, kim hörüb sənin saçlarını? Hələ baxım sənə bir dənə. Əla. İndi Nurayın saçlarına baxırıq. Nuray, çevir saçına baxın. Bəh, nə qəşəng saçların var. Kim hörüb sənin saçlarını? Anam. Bütün analarımızı buradan öpürəm, qucaqlayıram. Nə gözəl qızlarımızın saçını hörüb. Ay Dəniz, nə qəşəngdir bu. Kim hörüb saçları? Hələ çevir baxaq. Ay, çox gözəl. Keçirik Ayselin saçlarına baxırıq. Aysel saçlarına baxım. Nə gözəl saçlarını kim hörüb? Anam. Çox qəşəng. Məryəm saçlarına baxım hələ. Məryəm saçlarını hörməyib. Kim saçları yığıb Məryəm? Buradan bütün analarımızın hamısına təşəkkür edirəm.